Azərbaycan Qızıl Aypara Cəmiyyəti İstidən Qorunun Sağlam Qalın kampaniyasını Sumqayıtda uğurla həyata keçirdi. Yay mövsümündə havaların kəskin istiləşməsi insanların sağlamlığı üçün müəyyən risklər yaradır. Gün vurma, bədənin suzlaşması və yüksək temperaturun səbəb olduğu digər sağlamlıq problemlərinin qarşısının alınması məqsədi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkə üzrə geniş miqyaslı maarifləndirmə kampaniyasını davam etdirir. İstidən Qorunun Sağlam Qalın şüarı altında həyata keçirilən növbəti aksiya 10 iyul 2026-cı il tarixində Sumqayıt şəhərində təşkil olunub. Salam, hamınızı salamlayırıq, əziz Sumqayıtlarımız. Biz Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi Respublikanın bir çox şəhərlərində vurma ilə bağlı tədbirlər keçirilir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş idarəsi tərəfindən. Bu aksiyanın biri də bu günlərin Sumqayıt şəhərində keçirilir. Kampaniyanın əsas məqsədi vətəndaşların isti hava şəraitində sağlamlıqlarını qorumaq üçün zəruri bilik və vərdişlərə yiyələnməsinə dəstək olmaq. Xüsusilə də gün vurma və susuzlaşma riskləri barədə məlumatlılığı artırmaqdır. Açıq hava şəraitində işləyirlər. Ona görə mütləq şəkildə birinci öz təhlükəsizliyimiz hər bir şeydən önəmli olduğu kimi sağlamlığımız da önəmlidir. Yaxşı olar ki, qızmar günəş altında çox gəzmir. Maksimum dərəcədə, vacib olmadığı məqamlarda evdən çölə çıxmır. Bu təşəbbüs çərçivəsində xüsusi diqqət isti havanın təsirlərinə daha həssas olan qruplara, uşaqlara, yaşlı insanlara və açıq havada çalışan vətəndaşlara yönəldilib. Aksiya Sumqayıt şəhərinin insanların ən çox üz tutduğu məkanlardan biri olan Nizami mərkəzinin ərazisində keçirilib. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş qərargahı, Sumqayıt Regional Mərkəzi və Sumqayıt şəhər bölməsinin ümumilikdə 50 əməkdaşı və könüllüsü sakinlərlə görüşərək onları isti hava şəraitində təhlükəsizlik qaydalarına əməl etməyə çağırıblar. Vətəndaşlara uzun müddət birbaşa günəş şüaları altında qalmamaq, mümkün qədər kölgəli və sərin məkanlara üstünlük vermək, gün ərzində kifayət qədər su qəbul etmək, açıq rəngli və yüngül geyimlərdən istifadə etmək kimi vacib tövsiyələr təqdim olunub. Aksiya çərçivəsində sakinlərə 800 ədəd içməli su və isti hava şəraitində sağlamlığın qorunmasına dair faydalı məlumatları əks etdirən 800 ədəd maarifləndirici buklet paylanılıb. Paylanılan içməli sular və maarifləndirici materiallar Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının, eləcə də İtaliya Qızıl Xaç Cəmiyyətinin dəstəyi ilə təmin edilib. Tədbir zamanı ərazidə xüsusi maarifləndirmə çadırı da qurulub. Burada iştirakçılara yüksək temperaturun yaratdığı təhlükələr zamanı göstərilməli olan ilk yardım qaydaları izah edilib. Eyni zamanda bu qaydalar əyani şəkildə nümayiş etdirilib. Könüllülər və mütəxəssislər vətəndaşların suallarını cavablandıraraq onlara praktik tövsiyələr veriblər. Aksiyanın uğurla təşkil olunmasına Sumqayıt şəhər İcra Hakimiyyəti və ərazi üzrə icra nümayəndəliyi yaxından dəstək göstərib. Tədbirdə iştirak edən rəsmi qurum nümayəndələri belə humanitar və maarifləndirici təşəbbüslərin xüsusilə yay mövsümündə böyük əhəmiyyət daşıdığını vurğulayaraq, əhalinin sağlamlığının qorunmasına xidmət edən bu layihələrin cəmiyyət üçün mühüm rol oynadığını bildiriblər. Azərbaycan Qızıl Aypara Cəmiyyəti yay mövsümü ərzində analoji maarifləndirmə aksiyalarını ölkənin digər şəhər və rayonlarında da davam etdirməyi planlaşdırır. Məqsəd mümkün qədər çox insanı məlumatlandırmaq, isti hava şəraitində sağlamlıq risklərini azaltmaq və cəmiyyətdə təhlükəsiz davranış vərdişlərini təşviq etməkdir. Tədbir media nümayəndələri tərəfindən geniş işıqlandırılıb, aksiya barədə foto və video materiallar hazırlanaraq ictimaiyyətə təqdim olunub. Sonda tədbirin təşkilinə göstərdikləri dəyərli dəstəyə görə Sumqayıt şəhər İcra Hakimiyyətinə və ərazi üzrə icra nümayəndəliyinə Azərbaycan Qızıl Aypara Cəmiyyəti adından səmimi minnətdarlığımızı bildiririk. İstidən qorunun, sağlamlığınızı qoruyun və təhlükəsiz yay mövsümü keçirin.